Bugün diatonik və xromatik yarımton və bir ton haqqında danışacağıq. Əvvəlki mövzularda yarımton və bir ton haqqında məlumat əldə etmişik. Bugün isə diatonik və xromatik yarımton və bir tonun nə olduğunu aydınlaşdıracağıq. Müxtəlif adlı iki qonşu pillənin yüksəkliyindən əmələ gələn yarımton və bir ton, diatonik və yarımton və bir ton adlanır. Yəni nə deməkdir? Biz bu notların adını artıq bilirik ki, re, mi əsas pillələrdir bunlar. Fa, sol, la, si. Məsələn, do, re, mi, fa, sol, sol, la, si, do bunlar qonşu pillələrdir. Məsələn, yazırıq do, re bemol. Bu olur diatonik yarımton. Çünki məsafə nə qədərdir? Yarımtondur. Yazsaq ki, do, re olacaq bir ton. Bu olacaq diatonik bir ton. Aşağılarını da yazaq. Diatonik d, y, t, d, b, t. Diatonik bir ton yəni. Deməli, başqa bir nümunə göstərək. Mi, fa. Bu olur diatonik yarımton. Niyə? Çünki arasındakı məsafə yarımtondur. Diatonik yarımton. Daha sonra yazırıq mi, fa diyez. Bu olur diatonik bir ton. Diatonik bir ton. Bu qədər nümunə kifayətdir. Əgər ki, iki qonşu pillə arasındakı məsafə yarımtondursa, bu olur diatonik yarımton. Əgər ki, iki qonşu pillə arasındakı məsafə bir tondursa, bu olur diatonik bir ton. İndi xromatik yarımton və bir ton haqqında danışım. Bir pillənin bir dəfə artırılması və ya əskildilməsi nəticəsində əmələ gələn yarımton xromatik yarımton adlanır. Bir pillənin iki dəfə artırılması, iki dəfə azaldılması nəticəsində yaranan bir ton isə xromatik bir ton adlanır. Bu diatonik idi. Diatonik. Yarım və bir ton. İndi xromatik. Xromatik yarımton, yarım və bir ton. İndi deyir ki, bir pillənin bir dəfə artırılması və ya əskildilməsi ilə yaranan yarımtona xromatik yarımton deyilir. Yəni demək istəyir ki, bu skripka açardı. Do'dur. Biz bunu yarımton artıranda olur do diyez. Bu olur xromatik yarımton. Biz bunu bir ton artıranda do'dur bu diyez. Olur bir ton, xromatik bir ton. Yəni iki qonşu pillədən istifadə etmirik. Eyni bir səsi bir dəfə yazırıq və onu artırıb yenidən yazırıq. Yəni do var idi, do diyez yazırıq. Olur bu xromatik. Yəni eyni səsin artırılması, azaldılması nəticəsində bu əmələ gəlir. Bu da olur xromatik bir ton. Və yaxud da ki, yazırıq mi bemol,
Yəni eyni səsi yarım ton bəmləşdirdik. Bu olur xromatik yarım ton. Yazsaq ki, mi dubl bemol. Bu olur eyni səsi bir ton bəmləşdirmək və bu da olacaq xromatik bir ton.